Salam değerli izleyicilerim, kanalıma hoş gelmişsiniz. Bugünkü videomda mən sizinlə Quba şəkər burasının hazırlanmasını bölüşürəm. Gəlin keçək hazırlanma qaydasına. Mən burada 1 kiloqram ələnmiş əla növ un götürmüşəm. Onun üzərinə 1 çay qaşığı, dolu olmayan çay qaşığı duz əlavə edirəm. Bir yemək qaşığı şəkər tozu əlavə edirəm. Yarım çay qaşığı quru maya və mayanın da üzərindən biraz ilıq süd əlavə edib biraz qarışdırıb mayanı isladıram. Ardından qalan ərzaqları da əlavə edirəm. Mən burada 3 ədəd yumurta götürmüşəm. 1 bütöv, 2 yumurtanın isə sarısını əlavə edirəm. 2 dolu yemək qaşığı xama götürmüşəm. Ardından 2 yemək qaşığı sirkə əlavə edirəm. Sirkə vacib deyil, əlavə etməyə bilərsiniz. Ancaq əlavə etdikdə şəkər buralar çox gözəl xırçıltılı alınır. Və 150 qram əridilmiş kərə yağında ilıq şəkildə əlavə edirəm. Və apardığı qədər ilıq süddən az-az əlavə edərək orta yumşaqlıqda xəmir yoğururam. Xəmiri yoğurduqdan sonra üzərini örtüb yarım saat gözlədirəm. Yarım saat keçdikdən sonra xəmiri kündələrə ayırıram. Mən xəmiri 9 hissəyə böldüm. Bir 5 dəqiqə gözlətdikdən sonra başlayıram kündələri yaymağa. Yuxaları yaydıqdan sonra süfrənin üzərini biraz duru yağla yağlayıb yaydığım yuxaları sərirəm süfrənin üzərinə və biraz da əlimlə dartıb uzadıram. Üzərini kərə yağı ilə yağlayıram. Yaxşıca hər tərəfini yağladıqdan sonra İkinci kündəni də sərib, eyni qayda ilə dartıb uzadıb və üzərində yağlayıram. Ardından üçüncü kündəni sərirəm. Gördüyünüz kimi eyni qayda ilə yayıb, yağlayıram. Yağladıqdan sonra qırağından biraz kəsib, düzləşdirirəm və yumurlayıram. Rulon formasında bükürəm və biraz da əlimlə dartıb uzadıram. Sonra isə bu cür kəsirəm və qıraq qatını da içəriyə doğru qatlayıb, əlimlə belə bastırıb üst-üstə yığıram. Gördüyünüz kimi hamısını bu cür hazırladım. Üzərinə salafan çəkib qoyuram və qalan kündələri də eyni formada hazırlayıram. Kündələrin hamısını bu cür hazırladıqdan sonra oxlovla yayıram. Yayıb yenidən üzərinə salafan çəkirəm ki, qurumasın. İçlik üçün 500 qram qoz ləpəsi, 400 qram şəkər tozu və 1 çay qaşığı hil götürmüşəm. Və başlayıram şəkər buralarının içərisini doldurmağa. Bu cür xəmirin qıraqlarına biraz yumurta ağı çəkirəm ki, bişəndə qıraqları açılmasın.
və 2-3 çay qaşığı içlikdən əlavə edib qıraqlarını yaxşı bükürəm. Bu cür etdikdə gördüyünüz kimi çox gözəl bükülür. Və eyni qayda ilə şəkər buralarının hamısını hazırlayıb yığıram stolun üzərinə və üzərlərini salafanla örtürəm. Şəkər buralarının hamısının içərisini doldurduqdan sonra başlayıram qıraqlarını bükməyə. Gördüyünüz kimi barmağımla sıxaraq içəriyə doğru spiral formasında bükürəm. Və başlayıram üzərlərini bəzəməyə. Şəkər buralarının üzərinə istədiyiniz naxışı vura bilərsiniz. Mən sümbül formasında bəzədim. Şəkər buraları bəzətdikdən sonra soba listinə yerləşdirib 15-20 dəqiqə üzəri açıq bu cür gözlədirəm ki, biraz üzərləri naxışları qurusun. Bişən zaman naxışları itməməsi üçün bunu edirəm və üzərindən iynə ilə bu cür keçirəm. Bişən zaman mayalı xəmir olduğu üçün, qıraqları açılmaması üçün hər ehtimala qarşı bunu edirəm və aparıram sobaya. 150-160 dərəcəli sobada altı qızarıb, üzəri də cüzi az qızarana qədər bişirirəm. Şəkər buralarımız bişdi, artıq hazırdır. Çox gözəl, kövrək şəkər buralar alınıb. Gördüyünüz kimi naxışları da itməyib, gözəldir. Və içərisini də kəsib sizə göstərəcəm. Videom əgər xoşunuza gəldisə, bəyənib kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.